Müxtəlif kimyəvi maddələr vasitəsilə hazırlanan süni yağların kərə yağı adı ilə marketlərdə satıldığını tez-tez müşahidə edirik. Saxta yağlar əsasən bazarlarda, ara marketlərdə və s. satılır. Habelə ildən ilə də qiymət artımı baş verir. Bəli, bəzi işbazlar insan sağlamlığına önəm vermədən öz mənafələrini güdür, daha çox qazanmaq barədə düşünür. Azad İstehlakçılar Birliyinin sədri Eyüp Hüseynov Misya TV-yə açıqlamasında bildirib ki, kərə yağı adı ilə satılan bir çox yağlar bitki yağlarının qarışmasından əmələ gəlir. Nənələr südü sərir, inək südünü və yaxud qoyun südünü, onun qaymağını yıxır, ondan normal yağ hazırlayır. Altda qalan süd artıq 94% sudur, lakin ağ rəngdədir, buna üstsüz süd deyirlər. Həmin südə yararlıq vaxt geçmiş, atılmalı olan, utilizasiya getməli olan margarinləri qarışdırırlar, qaynadırlar 80 dərəcəyə qədər, lakin nə qədər qaynatsalar da margarinlə su qarışmır. Sonra hamalizator deyilən cihaza o mayəni tökürlər, onu bir cins mayəyə çevirərək yeni süd ortaya çıxarırlar. Hansı ki, tərkibi heyvan mənşəli yox, bitki yağlarından ibarətdir. Yenidən onu sərib qaymaq, sonra təzədən yağ düzəldirlər. Beləliklə, ucuz qiymətə satılan nehrə yağları əmələ gəlir. Heç laboratoriyada belə onların mənşəyini tapa bilmirlər. Hətta ciddi marketlərdə də üzərində inək şəkli çəkilmiş, təbii olduğu iddia edilən müxtəlif yağlar var. Bunların da bir çoxu bitki yağı qarışığı olur. Onu da kiçik hərflərlə etiketin hansısa hissəsinə yazırlar. Azad İstehlakçılar Birliyinin sədri həmçinin vurğulayıb ki, uzun illər quruma uzaq ölkələrdən gətirilən yağlar barədə də zənglər gəlirdi. 6 il öncə mən Yeni Zelandiya konferansa səfərim zamanı getdim, Azərbaycana yağ göndərən zavodda oldum. Bizim Zelandiyada olan kollegalarımızın köməyi ilə həmin zavodda oldum. Azərbaycan dilində onun markalanmasını gördüm və fermer təsərrüfatına getdim və məlum oldu ki, Yeni Zelandiyada heyvanlar tam açıq havada otlayırlar, il boyu qış yemi yemirlər və yağ çox uzun əmələ gəlir. Və qiymət monitorinqini apardım. Poti limanına neçəyə gəlir, Azərbaycan neçəyə gəlir və məlum oldu ki, xarici ölkədən Azərbaycana gələn yağlar normal yağlardır. Müsahibimiz deyib ki, insanlar yağ seçərkən əgər məhsul bükülübsə, onu sıxsınlar. Hansı daha bərkdirsə, o keyfiyyətlidir. Çünki dondurulanda çox möhkəm olur və kəsiləndə əzilib tökülür. Onları əridərkən də spesifik i vasitəsilə müəyyənləşdirmək mümkündür. Zərintac Mayıs qızı, Təbriz Quliyev, Misya TV.